Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat məbləğində cərmələnəcək. Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsi və Hərbi vəzifə və hərbi xidmət haqqında qanuna dəyişiklikləri təsdiqləyib. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzürlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə cərmənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir. Daha bir dəyişikliklə çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneəçilik törətməsinə görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 600 manatdan 800 manatadək məbləğdə cərm ediləcək. Bundan başqa vətəndaşların hərbi qeydiyyat üzrə hərbi vəzifə və hərbi xidmət haqqında qanunda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmağı üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yer üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə cərmənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir. Eyni zamanda çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzürlü səbəb olmadan gəlməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərm ediləcək, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunacaq. Həmçinin hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və itirilməsinə görə cərmə məbləği 50 manatdan 200 manat artırılır. İnzibati Xətalar Məcəlləsinə təklif olunan daha bir dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının və yerli özünü idarə etmə orqanlarının mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərliyi elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə cərmə məbləği 400 manatdan 600 manatadək artırılması nəzərdə tutulur. Həmçinin dövlət hakimiyyət orqanlarının və yerli özünü idarə etmə orqanlarının mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında qanuna uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə isə 500 manatdan 700 manatadək cərmə olunacaq. Qeyd edək ki, hərbi vəzifə və hərbi xidmət haqqında qanun tələblərinin pozulmasına görə tətbiq edilən cərmələrdən toplanan vəsaitin 50%-i hərbi qulluqçuların aylıq vəzifə maaşlarına əlavə ediləcək.